Sənin şəhidin var, mənə söyləyən. Bütün şəhidlərin qardaşıyam mən. Şəhidə xidməti dərk eyləməyən. Bütün şəhidlərin qardaşıyam mən. Birinci, ikinci, denə fərq var. Şəhidin bir adı, bir ünvanı var. Cənnətdə şəhidlə şəfayətim var. Bütün şəhidlərin qardaşıyam mən. Atası, anası qalmayanların, 30 il məzarı olmayanların, daşlarda səsimi duymayanların, bütün şəhidlərin qardaşıyam mən. 1905-in qurbanlarımın, 18 müstəqil olanlarımın, 37 Sibirdə qalanlarımın, bütün şəhidlərin qardaşıyam mən. 48, 53 de oldu nələr, elindən didərgin düşdü körpələr, didərgin dərdini anlayan bilər, bütün şəhidlərin qardaşıyam mən. 90'da 20 yanvardan deyim, 91-20 noyabr deyim, 92 fevral Xocalı deyim, bütün şəhidlərin qardaşıyam mən. Bəsdir günah edib qeybət etdiniz, şəhidlər evində fətva verdiniz, şəhidləri köhnə, təzə böldünüz, bütün şəhidlərin qardaşıyam mən. İxtiyar gedəcək təkcə haqq yolun, hidayət eyləsin Allah hər qulun. Gedin şəhidlərdən siz məni sorun, bütün şəhidlərin qardaşıyam mən. Bütün şəhidlərin qardaşıyam mən. Allah cəmi şəhidlərimizə məqamımız eləsin. Allah Teala bu gündən belə heç bir ata-anaya göz yaşı qismət eləməsin, sevinç qismət eləməsin. Sizə də başlayalım. Allah sizə səbir versin, bütün şəhid alsın. Şükür ki, sizlər varsınız, belə qəhrəman evlatlar yetişdiniz. Bunlar bizim fəxrimiz, bizim ant yerlərimizdir. Çok sağ olun. Her biriniz çok sağ olun. Bugünkü gün burada tek olmadık. Ziyaretimizi bir yerde elədik. Bir yerde de ziyaret şehitler terk ettik. Yerimize bir içen çay içen söhbet Gəldiyinizdə heç hərəkət ayrı bugünkü gündən danışıram ağam. Ona göre ki ile hamı burada yüreğinden çok Çok güzel. her ikimize de teşekkür ediyorum. Siz də sağ olun ki, Siz de burada bizimle beraber oldunuz. hər yanında mənə istəyir. Allah sizin Sizin borcunuzu yerine getirsin. Allah sizə var etsin. Allah teşekkür ederim. şəhidlərimizin məqamı daha da uca olsun inşallah. Allah sizə səbir versin. Allah canınızı sağ eləsin, gözünüzü çoxalsın, özünüzü, sağ qalan balalarınızı xoşbəxt eləsin inşallah. Mehman balam. Qardaş, sən də çox sağ ol, qurban. Sən də əziyyət çəkirsən, bu günü tarixə yazırsan. Allah sənin də özünü, balalarını xoşbəxt eləsin, ölənlərinə rəhmət eləsin. Şəhidlər Xiyarbanı müqəddəs yeri, ziyarətgahımızdır, ant yeri. Sağ olun. Allah şəhidimizin ruhunu şad eləsin. Həqiqətən bugün şəhidin həqiqətən anı günü oldu, həm məktəblər göstərdi, həm də şəhidin bunları göstərdi. Biz də təşəkkür ederiz. Sağ olun. Allah köməyini. Həm də Mehman qardaşa təşəkkür edədiyimə görə buna görə sözlə sizə təşəkkür edirəm. Çünki Mehman qardaş artıq uzun illərdir ki, elə də Mehman qardaşın ətrafında da başqa könüllərimiz var ki, biz şəhid ailələrinə xidmət edirlər. Əlbəttə ki, biz bugün hər birimiz, mən şəxsən öz payıma deyirəm, özümü onlara borçlu görürəm ki, həqiqətən hər an bizlərin yanında olublar. Bir qəpsiz bu şəhid ailələrinə Allah başlarınızı versin. Sağ olsun bu cür könüllü qardaşlarımız. Onlara öz Allah'tan arzu edirəm ki, Allah onları bütün arzularına, bütün niyetlerini hasil eləsin. Amin. Allah neyiniyim, necəliyim onlara göstərməsin. Sağ olun. Siz də çox sağ olun. Çok sağ olun.